Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin miqyası genişlənməkdədir. Onlardan biri sabiq deputat, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdürü Elton Arzumanoğlu Məmmədovdur. O hazırda AMİA Sosial Xidmətlər şöbəsinin müdiridir. Məlumatlı mənbələrin bildirdiyinə görə Ramiz Mehdiyevlə bağlı araşdırmalarda bir sıra epizodlarda Elton Məmmədovun da adı keçir. Xüsusilə Ramiz Mehdiyevlə birlikdə çalışdığı dövrlərdə bir sıra maliyyə pozuntularında iştiraki ehtimal edilir. Məlumatlara əsasən həmin illərdə akademiyanın strateji inkişaf layihələri və innovasiya proqramları adı altında ayrılan dövlət vəsaitinin bir hissəsi şişirdilmiş xərclər, saxta müqavilələr və elmi qrant adı altında həyata keçirilən pul götürmələri vasitəsilə mənimsənilib. Bu əməliyyatlar üzrə sənədlərdə həm Ramiz Mehdiyevin, həm də Elton Məmmədovun imzaları və təsdiqləri mövcuddur. Daha ətraflı məlumata aspolitika.info saytından əldə edə bilərsiniz.